Rusiya vətəndaşlığını və bu ölkədə daimi yaşayış icazəsini almaq çətinləşib. Belə ki, daha Rusiya vətəndaşı ilə 3 illik nikah və ortaq övlada sahib olmaq şərti Rusiya vətəndaşlığını və bu ölkədə daimi yaşamaq icazəsini almaq üçün yetərli olmayacaq. Çünki Rusiya prezidentinin imzaladığı yeni fərmana əsasən artıq Rusiya Federasiyasının vətəndaşlığını, eləcə də daimi yaşayış icazəsini, yəni vid na jительstvonu almaq üçün əvvəlki şərtlərlə yanaşı, həm də Rusiya Müdafiə Nazirliyi ilə ən azı 1 illik müqavilə bağlamaq tələb olunur. Əcnəbilərin vətəndaşlıq və yaşayış icazəsi almaqla bağlı müvəqqəti proseduru haqqında fərmana dəyişiklik əsasən 18 yaşdan 65 yaşa qədər əcnəbi kişilərə şamil olunur. Belə ki, bu kateqoriyaya aid xarici vətəndaşlar Rusiya pasportu və ya yaşayış icazəsi, yəni vid na jitelstvo almaq üçün əvvəlki şərtlərlə yanaşı həm də hərbi xidmət haqqında şərti yerinə yetirməlidirlər. Bu şərt isə Rusiya Silahlı Qüvvələrində və ya Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələri aradan qaldırılması Nazirliyinin xilasetmə hərbi birləşmələrində ən azı 1 il müddətinə hərbi xidmət müqaviləsini bağlamaqdan ibarətdir. Yəni bundan sonra əcnəbi ən azı 1 il hərbi xidmət keçəndən sonra Rusiya vətəndaşlığı və ya yaşayış icazəsi almaq üçün müvafiq orqanlara müraciət edə biləcək. Если вы мужчина с 18 до 65 лет, Rusiyada ən azı 1 illik hərbi xidmət haqqında müqavilə bağlamadan 18 yaşdan 65 yaşa qədər əcnəbi kişilər vətəndaşlıq ala bilməyəcəklər. Eyni qayda vid na jitelstvo almaq istəyən əcnəbilərə də şamil olunacaq. Əvvəllər bu sənədi almaq üçün Rusiya vətəndaşları olan övladının və ya valideyninin olması kifayət edirdisə, indi bu şərtlərlə yanaşı hərbi xidmət keçməklə bağlı müqavilə şərti də tələb olunur. Yeni qanun köçürülmə, repatriasiya, dövlət proqramı ilə vid na jitelstvo almaq istəyən əcnəbilərə, qadınlara və 18 yaşına çatmamış şəxslərə, eləcə də Belarus vətəndaşlarına şamil olunmayacaq. Yeni qanunda RVP, yəni müvəqqəti yaşayış icazəsinin verilməsi şərtləri isə dəyişməyib.